Baxın Kəmalə xanım, biz verilişimizin vaxtı burada azdır. Biz burada sizdən istədiyimiz informasiyanı ala bilmirik. Amma bilirəm ki, sağlıq olsun bu ilin dekabrında, 20 dekabrda da bilmirəmsə, qeydiyyatdan mən də keçmişəm. Dekabrında xüsusi kursumuz var. Bu kursda gələn, qatılan insanlar həqiqətən öz missiyalarını tapmağa nail olacaqlarmı? Yoxsa yox? Əlbəttə ki. Orada biz 4 hissədən ibarətdir və orada belə deyim, həm qadın enerjisi, həm pul, bəli. Qadın enerjisi də çox vacibdir. Bəli, həm bütün çakraların aktivləşməsi, yəni tam şəfalanma olduğuna görə sizə o missiyanın açılma icazəsi veriləcək. Onda bu 4 mərhələli belə başa düşdüm. Neçə müddətdə olur? 4 mərhələli kursdur və hər kurs 2 həftə davam eləyəcək. 2 həftə davam eləyəcək. Bəli, ümumi hardasa 8 həftə eləyir də. 2 həftə, 2 həftə, 2 həftə, 2 həftə, bəli, 8 həftə eləyir və bütün hamısını keçdikdən sonra sizin həm çakralar balanslaşacaq, 7 çakranın 7-si də, həm də ki missiyanızı tapacaqsınız, həm də ki tam rahatlığa varacaqsınız. Tam xoşbəxtlik, rahatlıq və bütün problemlərin çözülməsi. Yəni indi elə bir vəziyyətdir ki, yəni 5-10 dəfə seansa gəlməyə çox adamın imkanı yoxdur, vaxtı da yoxdur, hövsələsi də yoxdur. Və mən belə deyim də, nəticə çıxartdığım və icazə aldığım, çünki mən bir kanal var. Yəni oradan icazə ilə bu kursu tətbiq edirəm ki, görüm mənə gələn məndən o enerjini alacaqmı yoxsa yox. O kanal açıldıqda siz oradan elə bir şəfa görürsüz ki, yəni onu fərdi bəzən biz ötürə bilmirik və orada toplum olduğuna görə çox güclü bir şəfa enerjiləri açılır. Bütün kanallar açılır. Yəni ondan sonra mən hər hansı bir seansa gedim falan belə bir düşüncələriniz olmayacaq. Ona görə məsləhət görürəm ki, yəni imkan daxilində, bəli. Belinizdəki paradigmalardan azad olmaq istəyirsinizsə, hansı ki sizi yorur, sizi incidir və mütəmadi olaraq sizi geri çəkən, əslində bu uzaqda deyil, bu sizin özünüzün içindədir. Bəli. Və bunu heç kəs görmür, çox təəssüf ki, bunu ancaq biz özümüz görürük. Bunlardan qurtulmaq istəyirsinizsə mütləq şəkildə baxın. Mən özüm də tövsiyə edirəm, çünki bu çox faydalıdır. Bir də ki, bununla yanaşı özünü şəfalandırmaq üçün də evdə də nə iləsə məşğul olmaq lazımdır ümumiyyətlə. İstərsə bu yoga da ola bilər. Burada da yenə Kəmalə xanım əslində bölünür. Kimin ruhu nəyə daha çox yaxındırsa. Bəli, adam var, bəlkə mənim dediyimi başa düşməyəcək. Bəlkə mənim dediklərim onu qıcıq yaradacaq. Onda gedirsiniz yogaya, gedirsiniz başqa psixoloqa. Kimdən o enerjini alırsınızsa, bilin ki, sizin o insanda şəfanız var. Orada. Deməli sizdən onda pay, onda da sizdən pay var.